Господь, слава Тебе. Rəbb, həmd olsun sənə, izzət olsun sənə. Спасибо, что Ты нашел нас, Çox sağ ol ki, sən bizi tapdın. омыл нас, очистил нас, Bizi yudun, təmizlədin. усыновил, удочерил Bizi övladlığa götürdün и посадил на самые высокие места. və ən yüksək yerlərdə oturtdun. И мы здесь ради Тебя, Və biz burada sənə görəyik. чтобы прославить Тебя, Господи. Səni izzətləndirmək üçün buradayıq, ya Rəbb. Господь, благослови сейчас наши уши на прием. Ya Rəbb, indi dinləməyə bizə qulaqlarımızı məs elə. Отвечай на наши вопросы, Господи. Bizim suallarımıza cavab ver. Господи, просто открой наши сердца на прием. Bizim qəbul eləmək üçün bizim ürəklərimizi aç. Да, Господи. И пускай будет все то, что я говорю, это от Тебя, чтобы это было не мое. Qoy mənim dediyim sözlər məndən olmasın, amma səndən olsun. Во имя Иисуса Христа. İsa Məsihin adıyla. Аминь. Amin. Хорошо, это основное послание. Bu əsas sözdür. Да, и тема, о которой мы будем говорить сегодня, это Евангелие от Луки, 15 глава. Bugün deməli danışdığımız mövzu Lukanın İncili 15-ci fəsildəndir. Кто знает, о чем эта глава? Kim bilir bu Известная глава. fəsil, bu məşhur fəsildir. Kim bilir bu nə haqqdadır? İtmiş oğul. Да, да. Да, мы будем говорить о притче о блудном сыне. Biz itmiş oğul məsələ haqqında danışacağıq. Да, и в прошлую среду было слово, проповедь была о... Помните, о чем была проповедь? Keçən 3-cü günü yadınızdadır, kəlam nə haqqdaydı? Я напомню, о довольстве. Razılıq haqqındaydı. Да, о довольстве и... Razılıq və Антоним, чего это? А? narazılıq. Да, наразылык. Yəni, o sözün antonimi narazılıq. Да, и потом после собрания мы много еще продолжали обсуждать с Рустам Мəlимim в фойе. Foyədə sonra toplantı bitəndən sonra Rüstəm müəllimlə bunu çox müzakirə elədik. Говорили о разном. Müxtəlif şeylər haqqında danışdıq. И Рустам Мəlим такой пример привел. А вот книга жалобы в ресторане, это что? Rüstəm müəllim deyir ki, bəs restoranda şikayət kitabçası nədir? Вот требовать хорошую, Orada tələb eləyirsən. хорошее, как сказать, там, служение, чтобы ресторан тебя обслужил, обслуживание. Yaxşı Это xidmət. как? Yəni restoran sənə yaxşı xidmət etsə, bu nə dərəcədə doğrudur? Да, и я думал тоже, Mən də bu barədə fikirləşirdim. вот старший сын в книге притч, в притче о блудном сыне, старший сын. İtmiş oğul haqqında məsələdə oradakı böyük qardaş, böyük Вот он был oğul, недоволен, o narazı idi. правильно? И в то же время мы говорили, еще есть такое понятие, это я придумал, святое недовольство. Və bizdə mən özümdən uydurmuşam bunu, müqəddəs narazılıq. Когда я не соглашаюсь, что-то происходит в моей жизни, да. Mənim həyatımda nəsə baş verir və mən bunun narazıyam. Например, младший сын, Məsələn, kiçik oğul. да, он уже вместе со свиньями, O artıq donuzlarla он уже birlikdə. недоволен в том состоянии, в котором он находится. O artıq öz olduğu mühitdən narazıdır. И вот он говорит, там написано, что он приходит в себя. Və o deyir ki, o özünə И gəlməyə он başlayır. стучит по столу. O stola yumruq vurur. Правда, там стола не было. Наверное, Düzdür, orada пнул stol- свинью, наверное. Да? Bəlkə də donuza təpik vurdu orada. Все, я возвращаюсь к отцу. Хватит. Bitdi, qayıdıram ata yanına. Да? Хорошо, давайте сначала, может быть, кто-то и не знает эту притчу, все равно прочитаем. Даже если вы знаете, давайте прочитаем. Bəlkə siz bilirsinizsə də gəlin bu məsələ oxuyaq kitabdan. Итак, Евангелие от Луки, 15 глава, с 11 по 32 стихи. Deməli, Lukanın İncili 15, 11-dən 35-ə qədər. Еще сказал, у некоторого человека было два сына. Deyir ki, deməli, Давай я сначала до конца прочитаю, потом ты прочитаешь. yaxşı. И сказал младший из них отцу: «Отче, дай мне следующую мне часть имения». И отец разделил им имение. По прошествии немногих дней младший сын, собрав все, пошел в дальнюю страну и там расточил имение свое, живя распутно. Когда же он прожил все, настал великий голод в той стране, и он начал нуждаться.
И пошел, пристал к одному из жителей страны той, а тот послал его на поля свои пасти свиней. И он рад был наполнить чрево свое рожками, которые ели свиньи, но никто не давал ему. Придя же в себя, сказал: «Сколько наемников у отца моего избыточествует хлебом, а я умираю от голода. Встану, пойду к отцу моему и скажу ему: Отче, я согрешил против неба и пред тобою, и уже недостоин называться сыном твоим. Прими меня в число наемников твоих». Встал и пошел к отцу своему, и когда он был еще далеко, увидел его отец его и сжалился, и побежал, пал ему на шею и целовал его. Сын же сказал ему: «Отче, я согрешил против неба и пред тобою, и уже недостоин называться сыном твоим». Отец сказал рабам своим: «Принесите лучшую одежду и оденьте его, и дайте перстень на руку его, и обувь на ноги. И приведите откормленного теленка, и заколите. Станем есть и веселиться. Ибо этот сын мой был мертв и ожил, пропадал и нашелся». И начали веселиться. Старший же сын его был на поле, и, возвращаясь, когда приблизился к дому, услышал пение и ликование. И призвал одного из слуг, спросил: «Что это такое?» Он сказал: «Брат твой пришел, и отец твой заколол откормленного теленка, потому что принял его здоровым». Он осердился и не захотел войти. Отец же его, выйдя, звал его. Но он сказал в ответ отцу: «Вот я столько лет служу тебе, и никогда не приступал приказания твоего. Но ты никогда не дал мне и козленка, чтобы мне повеселиться с друзьями моими. А когда этот сын твой, расточивший имение свое, с блудницами пришел, ты заколол для него откормленного теленка». Он же сказал ему: «Сын мой, ты всегда со мной, и все мое твое. А о том надобно было радоваться и веселиться, что брат твой сей был мертв и ожил, пропадал и нашелся». Deməli, Luqanın İncili 15-ci fəsil 11-ci bənddən oxuyuruq. İsa bunu da danışdı. Bir adamın 2 oğlu var idi. Oğlanlardan kiçiyi atasına dedi: «Ata, var dövlətindən payıma düşəni mənə ver». Atası da varını onların arasında bölüşdürdü. Bir neçə gün sonra kiçik oğul neyi vardısa yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var dövlətini heç puç etdi. Oğlan hər şeyini xərclədikdən sonra o ölkədə böyük bir aclıq oldu. O korluq çəkməyə başladı. Buna görə də oğlan gedib o ölkənin sakinlərindən birinin yanında iş tapdı. Bu adam onu öz otlaqlarına donuz otarmağa göndərdi. Oğlan donuzların yediyi keçibuynuzu qabıqları ilə qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi. Onda oğlan özünə gəlib dedi: «Atamın nə qədər muzlu işçisi var. Hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölürəm. Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: Ata, mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzlu işçilərinin biri kimi qəbul et». O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü. Oğul dedi: «Ata, mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm». Atası isə öz qullarına dedi: «Tez olun, ən gözəl xalat getirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın. Kökəldilmiş dananı gətirin, kəsin. Gəlin, yeyib şadlanaq. Çünki bu oğlum ölmüşdü, yenə həyata qayıtdı. O itmişdi, tapıldı». Beləliklə şadlıq etməyə başladılar. Atanın böyük oğlu isə tarlada idi. Qayıdaraq evə yaxınlaşanda çalğı və rəqs səsləri eşitdi. O nökərlərdən birinin yanına çağırıb soruşdu: «Bu nədir?» Nökər ona dedi: «Qardaşın qayıdıb, atan da onun sağ-salamat qayıtmasına görə kökəldilmiş dananı kəsib». Böyük oğul isə hissləndi və içəri girmək istəmədi.
Atası bayıra çıxıb ona yalvardı. Amma o atasına belə cavab verdi. Bax, neçə ildir ki, sənin üçün qul kimi işləyirəm. Heç zaman sənin əmrindən çıxmamışam. Amma mənə heç vaxt bir oğlağı belə qıymadın ki, dostlarımla şadlıq edim. Bu oğlunsa sənin bütün varını fahişə qadınlara sərf edib. Amma o qaydanda sən onun üçün kökəldilmiş dananı kəsdin. Atası isə ona dedi, oğlum, axı sən həmişə mənimləsən və bütün varım sənindir. Lakin sevinmək və şadlanmaq lazımdır. Çünki sənin bu qardaşın ölmüşdü, həyata qayıtdı. O itmişdi, tapıldı. Итак, вот о чем мы будем размышлять. Bax, biz bu barədə düşünəcəyik. И давайте сначала посмотрим на контекст. Да? Gəlin birinci mətnin mövzusuna baxaq. Почему Иисус Христос говорит эту притчу? Niyə görə İsa Məsih bu məsələ çəkir? И вот, если вы откроете, я надеюсь, что вы открыли это Евангелие от Луки 15 главу. Əgər siz açsaz 15-ci fəsli Luka İncilindən. И с самого начала, как только вот, эта глава начинается с того, что приблизились к Иисусу Христу мытари и грешники, правильно? Bu fəsil başlayandan belə deyilir ki, orada vergi yığanlar, günahkarlar İsa Məsihə yaxınlaşırdı. И с другой стороны есть фарисеи, Başqa tərəfdən də fəriseylər. которые наблюдают Onlar nəzarət edirlər и которые ропщут. və deyinirlər, gileylənirlər. Вот две группы. Bax, iki qrup var. Хорошо. И Иисус начинает говорить притчи. İsa məsələlərlə danışır. И вот в этой 15 главе есть три притчи. Bax, bu 15-ci fəsildə 3 məsəl var. Притча о потерянной овце, İtmiş quzu haqqında, притча о потерянной драхме, pul haqqında да, и притча о İtmiş блудном pul. сыне. Və itmiş oğul haqqında Да. məsəl. Что объединяет эти три притчи? Bu 3 məsəli birləşdirən nədir? Кто скажет? Kim deyər? Три притчи. Они очень похожи. Onlar bir-birlərinə çox oxşayırlar. Bunları birləşdirən nə var orada? Нина Ханум. Да, что-то теряется. Yəni nəsə itir. Да, что-то теряется Nəsə itir или кто-то və теряется. yaxud kimsə itir. Затем вторая часть. İkinci hissə, Но эта вещь или человек, он находится, həmən найден. əşya və yaxud insan tapılır. Правильно? И Elədir. третье что? Və üçüncü Радость. və sevinc. Вот три вещи, да? Bax, 3 şey. Что-то потерялось, потом нашлось и радость. Nəsə itdi, tapıldı və sevinc. Очень просто. Çox sadə. Но вот третья притча, вот притча о блудном сыне, она чуть-чуть отличается от Bax, других. itmiş oğul haqqında məsəl bir balaca fərqlənir. Чем же она отличается? Nə ilə fərqlənir? Она отличается тем, что она не заканчивается радостью. Bu onunla fərqlənir ki, bu sevinclə bitmir burada. То есть там есть радость, Orada sevinc var, bəli. но заканчивается под вопросом, как заканчивается. Orada yəni sual var ki, o necə bitir bu məsələ? Есть кто-то, кто не радуется. Yəni burada kimsə var ki, bir nəfər var ki, o narazıdır. То есть старший Sevinme. брат, да? Yəni böyük qardaş. Давайте, хорошо, я условно разделил эту проповедь или эту притчу на три части. Bu məsəli şərti olaraq 3 hissəyə Да. bölmüşəm. Кто здесь в этой притче главный герой? Burada qəhrəman kimdir? Ata, Отец, ata, потом oğul, младший сын. kiçik Starszy. oğul, böyük oğul. Вот три части. Вот очень просто, да? Вот и проповедь тоже наша будет на три части. Младший сын, отец и старший сын. Və bizim Хорошо. vəzimiz paydım də вот üç по этой hissədir. схеме. Yəni kiçik oğul, ata və böyük oğul. Да, мы посмотрим на младшего сына, на отца и потом на старшего Kiçik сына. oğula, ataya və böyük qardaşa baxacağıq. Böyük Хорошо. oğula. Давайте начнем. Gəlin başlayaq. И с самого начала скажу, эта притча, на самом деле, она очень странная притча. Əslində bu məsəl çox qəribə məsəldir. Мы этого не видим, потому что мы смотрим на эту притчу глазами 21 века. Biz bu məsələ biz tam görmürük qəribəliyi. Ona görə ki biz 21-ci əsrin gözlərindən Да. baxırıq. И я хотел бы немножко окунуть вас, если как это получится, в культуру того времени. Mən o dövrün mədəniyyətinə sizi aparmaq istəyirəm. И вы увидите странность этой притчи. Və Хорошо? siz burada həmin o mədəniyyətə görə qəribəliyi görəcəksiniz. Вы увидите странность в младшем сыне, Orada siz qəribəliyi kiçik oğulda görəcəksiniz. странность в поведении отца, Atan- странность в поведении сына, старшего сына. Atanın özün aparmağında qəribəlik və böyük oğulun özün aparmasındakı Хорошо, qəribəlik. давайте. Первая часть. Birinci hissə, Младший сын. Kiçik Хорошо? oğul. Младший сын. kiçik oğul. И
С самого начала этой притчи Иисус, как это на английском, хук, он сразу цепляет то, что Иисус говорит, да? Yəni elə başlanğıcda İsa deməli ki, qarmaq atır. Да. С самого начала уже младший сын требует, хочет то, что ему причитается, наследство. Elə başlanğıcda kiçik oğul özünə aid olan mirası istəyir. При живом отце. Canlı ata sağ ikən miras istəyir. Кстати, это странно и сегодня тоже, правильно? Elə günü bu gün də bu qəribədir. И требование сына части наследства, это просто означает, если сказать по-другому, ты для меня уже умер, отдай мне мое, я ухожу. Yəni belə mirası indidən istəmək ata sağ ikən. Bu o deməkdir ki, yəni sən artıq mənim üçün ölmüsən də, mənə nə düşürsə ver, çıxım gedim. Да. В те времена O dövrlərdə младший сын в семье, он был никто. kiçik oğul ailədə heç kim idi. Потому что старший сын, он наследовал все. Çünki böyük oğul bütün miras böyük oğula qalırdı. Помните историю Иакова и Исава? Yaqubla Ha? İsavın deməli əhvalatını bilirsiniz də, yadınızdadır. Младший украл благословение у старшего. Kiçik oğul böyük qardaşın xeyir duasını uğurladı. Если не украл бы, он был бы таким, также Исав был бы благословением. Yəni uğurlamasaydı, onda o zaman Esavdaydı. Или, например, помните ситуацию Иосиф и его братья? Və yaxud Yusif və onun qardaşları. Вениамин, он младший. Benyamin kiçik qardaşdı. Или, например, Давид. Və yaxud Davud. Давид был самым младшим. Davud ən kiçik idi. И когда пришел пророк Самуил помазать, Şamuel peyğəmbər gəlib məs eləməyə gələndə, его даже не удосужили позвать, приди тоже, вот, heç поучаствуй. Davudu heç vecə qoyub onu çağırmadılar ki. Да, sən он də там gəl. где-то пасет своих овец. Hardasa qoyun otardı. Вот такое отношение. Bax belə bir Mladшim. münasibət var. Kiçiyə belə münasibət var. Старший унаследовал трон. Böyük taxt tacı alır. Да. И еще одна вещь. Daha bir şey. В те времена, в те годы, да, O dövrdə непозволительно было сыну выйти из отцовского дома совсем, то есть из клана, из рода, выйти и заниматься чем-то совсем другим. deməli o dövrdə kiçik oğula icazə yox idi ki, nəsildən harasa çıxsın, ailədən çıxsın, getsin, nəyinsə başqa bir işlə məşğul olsun. Да, не только не только mладшему, вообще сыну. Ümumiyyətlə oğula üzr istəyirəm. Допустим, если эта семья, она занимает, если эта семья плотники, Yəni bu dülgər ailəsidirsə, и misal üçün, если отец плотник, əgər ata dülgərdirsə, это означает, что и сыновья плотники. bu o deməkdir ki, oğullar da dülgərdir Это означает, что и внуки плотники. və onun nəvələri də dülgərdir. Это в общем. Yəni bu ümumi. Это было крайне редко и нежелательно, если человек выходил и становился кем-то другим. Yəni bu çox nadir hal idi ki, nəsildən kimsə çıxıb başqa bir sənətin dalınca Сегодня getsin. это нормально. Bugün bu normaldır. Сегодня, например, отец, он врач, Məsələn, bugün ata həkimdirsə, но сын не хочет быть врачом, он хочет быть военным. Это нормально. oğlu istəmir həkim olmaq, hərbiçi olmaq istəyir. Bu Но в те normal. времена было не так. Amma o dövrlərdə belə deyildi. Вот почему Иисус был плотник. Bax, buna görə də İsa dülgər idi. Почему он был плотник? Niyə görə dülgər idi? Отец был Çünki плотник. atası Да. dülgər idi. Это нормально, это было так. Bu normaldır, bu belə idi. Но вот тут младший сын вдруг, он восстает против отца. Amma burada bu kiçik oğul ataya qarşı üsyan qaldırır. Он попирает все законы тех времен. O dövrün bütün qanunlarını tapdalayır. Он забирает свою часть наследства при живом отце, Ata sağ ikən öz mirasını götürür да, и уходит в совершенно другую страну, языческую страну. və tamamilə başqa bir ölkəyə və bütpərəst bir ölkəyə gedir. Может быть, это был Лас-Вегас. Məsəl üçün ola bilər Las Vegas idi. Вы знаете, да? Казино и так далее. Он живет распутной жизнью. Yəni o pozğun bir həyat keçirir. Так и написано, что он живет Belə də yazılır. распутной жизнью. Yəni belə yazılıb ki, pozğun həyat И keçirir. он тратит там все то, что он взял у отца. Və atasından aldığı hər şeyi xərcləyir. Да. И вот Христос вот этим самым, в образе этого младшего сына, он рисует типичного грешника, который ушел от отца. Bax bununla İsa deməli atadan ayrılan tipik bir kiçik oğlu təsvir eləyir. Типичного грешника. Özür istəyirəm, günahkarı, tipik Da. bir günahkarı təsvir eləyir. Но в образе, вот в истории младшего сына мы видим, что последствия есть этого. Və biz deməli bu obrazda biz görürük ki, bunun nəticəsi var. То есть рано или поздно последствия приходят. Yəni
gec və ya tezi bu belə şeyin nəticəsi üzə çıxır. И вот я чувствую, когда Иисус рассказывает, вот прям как будто бы вижу, вот Иисус рассказывает эту притчу. Və mən sanki bunu görürəm. İsa Məsih bu misalı danışır, məsələni. Фарисеи слушают, Orada fəriseylər qulaq asırlar, мытари сидят. günahkarlar oturublar Iisus говорит və İsa о onlara младшем сыне. kiçik oğul haqqında danışır. И, наверное, фарисей говорит, да, отлично, да, все правильно, да, Fəriseylər deyir, əla, yaxşı danışsın. да. Но Amma мы видим дальше, biz sonra nə görürük? мы видим, что этот младший сын, после того, как он растратил все свои деньги, Biz görürük ki, bu kiçik oğul bütün pulları xərclədi, qurtardı. в этот момент, в этой стране, куда он переехал, наступает голод. O ölkəyə ki, o köçmüşdü, orada aclıq başlayır. Он думал, что он все контролирует, O fikirləşirdi ki, hər şey onun nəzarət altında что его saxlayır жизнь в его руках. və onun həyatı onun öz əllərindədir. Но не хочу сказать по странным стечениям обстоятельств, все контролирует Бог. Но так получилось, что там голод. Belə alındı ki, orada acılıq baş verdi. Да. И теперь он ищет работу. Və indi o iş axtarır. Он пришел за лучшей жизнью, но теперь он почти что бомжует. O deməli yaxşı həyat dalınca gəlmişdi. Axırı pis günə qaldı yoxsulluq içində. И все его иллюзии, они рассыпаются. Və onun bütün bu düşüncələri hamısı dağılır. Yəni o illüziyaları. Да. И он начинает служить язычнику. Və o artıq başlayır bütpərəstə xidmət eləməyə. Он нанимается на работу как наемник, Və o как пастух. muzlu bir işçi kimi, çoban kimi işə düzəlir. Знаете, в те времена в греко-римской культуре Bilirsiniz, o dövrlərdə deməli medeniyetinde Yunan mədəniyyətində, Yunan-Roma mədəniyyətində пасти свиней это было самое низкое дело. deməli donuza baxmaq ən alçaq bir iş idi. Yəni ən aşağı səviyyəli bir iş idi. А этот плюс, он еврей. Özü də ki bu adam Yahudidir. Это означает, что он пасет нечистых животных. Yəni o təmiz olmayan heyvanlara baxır. То есть это дно. Bu artıq dibə çöküb də. Как он вышел из дома отца и где он оказался. Atanın evindən necə çıxmışdı və indi hardadır. Да. Но знаете, поворотный момент наступает в 17 стихе. Bilirsiniz, 17-ci bənddə dönüş nöqtəsi gəldi. Там написано, что когда он пришел в себя, Və orada yazılıb ki, o özünə gələndə, он пришел в себя. özünə gəldi. Это знаете, что означает? Bilirsiniz bu nə deməkdir? Что когда он вышел из дома отца, Yəni bu o demək ki, o ata evindən çıxanda что было это? Он был не в себе. özündə değildi. Да? Логично, он был не в себе. Yəni o özündə değildi. Знаете, люди так в этом мире. Bilirsiniz, insanlar bu dünyada belədir. Они в погоне за славой, Onlar izzət dalınca qaçırlar. за деньгами в этом мире. Bu dünyada pul dalınca qaçırlar. Для мира он был своим. Bu dünya üçün o özünkü idi. Да, но для Бога он был не в себе. Amma Allah üçün o özündə değildi. И как дьявол хочет, чтобы мы не приходили в себя. Aman ay Allah, iblis necə istəyir ki, biz özümüzə gəlməyək. Чтобы он оставался в этой ситуации. Və o belə bir vəziyyətin içində qalsın. Но вот он приходит в себя. Amma budur, o özünə gəldi. Да. И он уже планирует, пишет, что же он скажет отцу, как он будет возвращаться к отцу. Və o artıq plan qurur ki, indi ataya necə qayıdacaq? Какие слова он будет говорить. Nə sözlər deyəcək o? Он видит, что он сам наемник. O özü muzlu işçidir, То есть он пастух. çobandır. Но, будучи наемником, ему даже не дают кушать то, что свиньи кушают. Amma o muzlu olmağına baxmayaraq, ona heç o donuzlara verilən yeməkdən vermirlər. И он сравнивает себя с наемником, который в доме у его отца. O həmin öz işini atasının işçiləri ilə, atası evindəki işçilərlə müqayisə eləyir. Да, и он понимает, что наемник в доме отца живет лучше, чем он. O başa düşür ki, onun atası evindəki muzlu işçilər ondan qat-qat yaxşı yaşayır. И он решает вернуться к своему отцу. Və o atasının yanına qayıtmağa, evə dönməyi И он qərar говорит, alır. я когда увижу отца, я скажу, что я недостоин называться твоим сыном. Və o deyir ki, mən atanı görəndə deyəcəm ki, mən layiq deyiləm sənin oğlun olun. Вот эта история mладшего сына. Bax, bu kiçik oğlun hekayətidir. Вторая часть. İkinci hissə. Вторая часть – это
странное поведение отца. İkinci hissədə atanın qəribə özünü aparması. И там написано, что когда он был еще далеко, 20 стих, да, отец увидел его издалека. 20-ci məddə deyilir ki, o hələ uzaqda ikən ata onu gördü. Это означает, что отец ждал своего sына. Bu o Все это deməkdir ki, время. bütün bu vaxt ərzində ata oğlunu gözləyirdi. И вот далее идет шок для слушателей, Və dinləyicilər üçün artıq burada indi şok vəziyyətdir. для фарисеев. То, что говорит Yəni Иисус сейчас. fəriseylər üçün İsa nə deyir burada? Да, он говорит, что этот отец побежал навстречу сыну. Burada deyilir ki, həmən bu ata oğlun qabağına qaçdı. Знаете, это было вообще стыд бежать Siz bilirsiniz, o в той vaxtı культуре. o mədəniyyətdə qaçmaq ümumiyyətlə ayıb idi. Во-первых, старший никогда не бежал к mладшему. Əvvəli deməli böyüklər heç vaxt kiçiyin dalınca qaçmırdılar. Тем Kiçiyin более, qabağına. если mладший, он виновен. Bax, həmçinin əgər kiçik günahkardırsa. Во-вторых, bежали слуги, İkincisi, nökərlər qaçırdı. рабы bежали. Yəni qullar qaçardı. Знатные люди, главы семей, они не бежали. Ailə başçıları, tanınmış adamlar, onlar qaçmazdı. Они ходили знатно, Onlar с, высокой, belə с поднятой головой. başlarını qaldırıb belə И gəzirdi. вот в книге Исход, в 20 главе, 26 стихе написано, Və Çıxış kitabında 20-ci fəsildə 26 стихе, 26-cı bənddə yazılıb, что запрещено было священнику подниматься по ступенькам к жертвеннику. yəni deməli kahin qurbana pilləkənlərlə çıxa bilməzdi qurbanın yanına. Почему? Потому что, когда ты ходишь, когда ты поднимаешься по ступенькам, подол твоего одежды может приподняться. Çünki sən deməli paltarının ətəyi pilləkənləri çıxanda qalxa bilər. Это было просто стыдно, это было некрасиво, если кто-то увидит лодыжку или голень мужчины. Yəni ayıb olardı ki, kişinin dabanı kimisə görər də pilləkəndən. Сегодня это нормально, сегодня мужчина одевает шорты, правильно? Bu günləri bu normaldır. Но İndiki тогда kişilər это şort- было, vaxtında- это была культура того времени. O dövrün mədəniyyəti idi bu. И вот представьте себе, чтобы отцу побежать навстречу к своему младшему сыну, Və siz təsəvvür edin ki, ata öz kiçik oğlunun qabağına qaçmaq üçün он должен был собрать свои одежды, да? О, Потом о. споткнулся бы. o yıxılardı əgər belə qaçsaydı. O çırmalanmalı idi, paltarın ətəyin ucuna yığmalı И idi. тем более к тому, кто недостоин этого. Və özü də ki, buna layiq olmayan bir adam üçün. Да. И вот они встречаются. Və onlar qarşılaşırlar. И вот сын что-то хочет сказать своему отцу. Ata oğul atasına nəsə demək Он istəyir. начинает свою речь, O öz nitqini başlayır. отец перебивает его. Ata onu kəsir И говорит своим слугам, принесите самую лучшую одежду. və nökərlərinə deyir ki, ən yaxşı paltarı gətirin. Принесите перстень, принесите обувь. Üzük gətirin, ayaqqabı gətirin. Да. Отец полностью восстанавливает статус своего потерянного сына. Ata öz itmiş oğlunun statusunu, yəni vəziyyətini tamamilə bərpa edir. И более того, отец говорит, что приготовьте откормленного теленка, будет пир. Və bundan əlavə də deyir ki, kökəldilmiş dananı hazırlayın və bayram olacaq. Да. И, кстати, потрачу некоторое время о пире. Və bayram haqqında yemək içmək. Знаете, qonaqlıq. вот есть разные уровни общения, правильно? Ünsiyyətin müxtəlif deməli səviyyələri var da У bilirsiniz. каждого из нас есть много друзей, много Bizim товарищей и так hər далее. да. birimizin bizim Родственников. dostlarımız var, qohumlarımız var И с каждым из них у нас разный уровень общения, правильно? və bizim hər bir həmən qruplarla deməli öz səviyyəsi var ünsiyyətimizin. С кем-то мы встречаемся в маркете и разговариваем стоя, правильно? Və kiminlənsə biz marketdə görüşəndə ayaq üstü danışırıq С кем-то мы просто несколько реплик сказали и ушли. və kiminlənsə bir neçə replika dedik və getdik. Привет, как дела? И Salam, достаточно. necəsən? Sağ ol. А кого-то мы приглашаем домой, правильно? Kimisə biz evimizə dəvət edirik. Kому-то мы можем позвонить и даже сказать, я хочу вот в 9 вечера прийти к тебе на чашку чая. Və kiməsə biz zəng eləyə bilərik və deyə bilərik ki, saat 9-da biz çay içməyə sizə А gəlir. есть такие просто, как сказать, Belə adamlar da var ki, фейсбусятные друзья, да? Друзья на Фейсбуке. Facebook dostları da var belə. Да. Они просто называются друзьями, Я- но они, может быть, за границей, у нас нет никаких контактов. с ними. Və onlar sadəcə olaraq dost adlanır, amma heç bir kontakt, əlaqəmiz yoxdur onlarla. Так вот, пир или кушать вместе
birlikdə qonaqlıq, o yeyib içmək, Это означает очень-очень доверительные отношения друг с другом. yəni bu bir-birinə çox etibar eləmək deməkdir. И даже в нашей культуре так. Və hətta bizim mədəniyyətimizdə də belədir. Rебенок рождается, Uşaq doğulur, праздник. bayram. День рождения, праздник. Ad günü bayram. Поступил в университет, праздник. Приглашаешь близких. İnstitutə girib ancaq yaxın adamlar dəvət edir. Свадьба, значит, надо кушать. Toy, bayram yemək. И даже на pохоронах kушают. Hətta Правильно? insan yasda da yemək. Это самые близкие отношения. Yəni bu ən yaxın münasibətlərdir. Поэтому вот посмотрите, сколько много примеров в Евангелии, где Иисус идет и кушает. Və nə qədər nümunələr var. İsa gedir və yemək yeyir. Он kушает со своими учениками, Öz şagirdlərinə yemək он yeyir. kушает в доме Закхея, Zakkayın evində он kушает везде. və hər yerdə yeyir. Последняя Пасха, последняя вечеря, Son правильно? Pasxa, son Rəbbin Да. şamı. У него нет никаких преград. Yəni onun heç bir maneəsi yoxdur. Он не делит людей на категории. O insanları kateqoriyalara bölmür. А теперь представьте себе, İndi siz təsəvvür eləyin. Бог, Allah. он приходит, Отец — это картина Бога. Бог, он приходит к грешнику. Yəni ata burada Allahın deməli şəklidir. Da. Və təsəvvür edin ki Allah günahkarın yanına gəlir. Да. И этот грешник, он покаялся. Və bu günahkar tövbə edir. Бог прибежал к этому грешнику Qaçdı Allah bu günahkarın и qabağına. сразу его зовет на пир. Və o dəqiqəsində onu qonaqlığa çağırır. Знаете, какие уроки здесь есть? Bilirsiniz burada necə dərslər var? Друзья, это не просто Бог, это не просто Отец помиловал своего Сына. Yəni bu sadəcə ata öz oğlunu bağışladı deyil. Это даже больше, чем просто помилование. Bu sadəcə bağışlamaqdan daha böyükdür. Ведь Отец же мог сказать: да, молодец, сынок, ты исправился, ты вернулся, Ata deyə bilər ki, əla oğul, sən düzəldin, qayıtdın а вот теперь тебе испытательный срок. və indi sənə sınaq müddəti. Да, вот ты хочешь наемником, без проблем, будь наемником. Muzlu istəyirsən, gəl mənim üçün işlə. Если бы Отец поступил бы так, это нормально было бы? Əgər ata belə münasibət Нормально было бы göstərdi, так. sizcə Нормально bu было бы, да. normal idi? Пожалел, принял, правильно? Yazığı gəldi, qəbul elədi. Ну зачем сразу из грязи в князи? Bəs niyə görə indi bu palçıqdan padşahlığa? Пускай пройдет какой-то испытательный срок. Yəni qoy biraz nətədirlər, çək keçsin də o. Sınaq müddəti keçsin. Но вот что делает благодать. Bax, lütf bunu edir. Благодать моментально прощает человека. Lütf insanı o dəqiqəsində bağışlayır. Моментально восстанавливает O человека. anda bərpa edir. Не нужно какого-то времени. Hansısa bir vaxt lazım deyil. Когда разбойник, он на кресте покаялся, Quldur çarmıqda tövbə eləyəndə что сказал Иисус ему? İsa ona nə dedi? Ай, Савва, сегодня ты будешь со мной. Bugün sən mənimlə olacaqsan. Нет никакого-то чистилища, пройти какое-то время, потом Hansısa orada посмотрим и так далее. təmizlənmə yoxdur, hansısa nəsə vaxtı yoxdur. Сразу же Иисус принял этого разбойника к себе. O andaca qulduru özünə qəbul elədi. Вторая вещь насчет пира. İkinci şey o qonaqlıq barədə. Вторая вещь, что в этом пиру ожидается только одна реакция. İkinci şey orada bir dənə reaksiya gözlənilir. Грешник или этот младший сын, он должен радоваться. Günahkar yaxud bu kiçik oğul sevinməlidir. Он должен только radоваться O ancaq sevinməlidir. и не смотреть на свое прошлое. O öz keçmişinə baxmalı deyil. Потому что благодать покрывает прошлое. Çünki lütf keçmişi örtür. Представьте себе сына, который прощен и сидит уже за столом. Təsəvvür edin ki, oğul bağışlanıb, indi məclisdə oturub stolun qarşısında. Все радуются, все пируют. Hamı sevinir, şadlanır. А он, лицо его омрачено, он говорит: я недостоин, я O недостоин, я isə belə недостоин. oturub, belə sir-sifəti turşuyub və deyir, mən layiq deyiləm, Я не layiq готов еще, я не готов еще. deyiləm. Mən hələ hazır deyiləm. Каково бы сердце отца? Atan ürəyi necə olardı burada? Бог хочет, чтобы мы радовались. Allah istəyir ki, biz sevinək. Бог хочет, чтобы мы не смотрели на прошлое. Allah istəyir ki, biz keçmişə baxmayaq. Отец даже не спрашивал: сынок, как ты там раньше, как ты там жил, что там с тобой происходило? Ata heç soruşmur ki, ay oğul, sən orada necə idin, sən baş verdi sənə. Потому что любовь отца покрывает все это. Çünki atanın məhəbbəti hər şeyi örtür. Итак, вот то, что я хочу сказать. Bax, bunu demək istəyirəm. Я знаю лично многих людей, Mən şəxsən çox adamları tanıyıram. братьев, которые говорят, что Qardaşları. я далеко ушел от Бога. Onlar deyirlər ki, mən Allahdan çox uzağa getdim. Да, я давно уже не хожу в церковь. Mən artıq çoxdan kilsəyə getmirəm. И для меня это осталось в прошлом. Эти двери для меня закрыли. Mənim üçün bu qapılar artıq bağlanıb, mənim üçün uzaqda qalıb. Да, и я хочу сказать, возможно, они услышат, Mən demək istəyirəm, bəlkə ola bilər ki, siz eşidərsiniz. что праздник продолжается.
Bayram davam eləyir. Отец все еще ждет. Ata hələ də gözləyir И ваше место, оно пустует. və sizin yeriniz boşdur И никогда не будет занято кем-то другим. və sizin yeriniz heç vaxt başqa adam tərəfindən Со стороны tutulmayacaq. отца принять вас нет никаких проблем. Ata tərəfdən sizi qəbul eləmək üçün heç bir problem yoxdur. У меня был двоюродный брат. Mənim deməli əmioğlum var idi. Мы были очень близким, даже больше, чем Qardaşım. просто братья. Çox yaxın idi. Sadəcə qardaş kimi yaxın idi. Да, и он уверовал. Və o iman elədi. Он приходил в церковь Kilsəyə gəldi. вначале вместе со мной. Əvvəl mənimlə gəldi. Но потом он впал в грех. Sonra günaha düşdü. Потом еще упал. Sonra yenə düşdü. Потом еще упал. Sonra yenə düşdü. А потом вообще перестал ходить в церковь. Sonra daha gəlmədi. И вот одна из вещей, то, что он мне говорил. Və onun dediklərindən bir şey Я уже не достоин прийти туда. dedi, mən daha layiq deyiləm ora Эти двери gəlməyə. для меня закрылись. Mənim üçün o qapılar bağlanıb. Но отец продолжает ждать. Amma ata gözləyir, davam eləyir. Но он так и не вернулся, он потерял свою жизнь. O öz həyatını itirdi, gəlmədi. Но со стороны отца двери всегда открыты. Amma ata tərəfdən qapılar həmişə açıqdır. И третье, по поводу пира. Üçüncü şey qonaqlıq barədə. Что отец ожидает? Ata nə gözləyir? Знаете, что Бога радует? Bilirsiniz Tanrını Да, я хочу сказать, что sevindirən nədir? Бога радует. Allahı nə sevindirir? Бога радует, когда его прощенное дитя радуется, что он прощен. Allahı sevindirən bilirsiniz nədir? Onu sevindirir o şey ki, onun bağışladığı evladı sevinir ki, bağışlanıb. Понимаете? Başa düşdünüz? Прощенное дитя не смотрит в прошлое. Bağışlanmış övlad keçmişə baxmır. И сейчас нет времени. Stолько много стихов в Библии, где Бог даже требует, чтобы его дети радовались. Və Bibliyada o qədər bəndlər var ki, Allah hətta tələb eləyir ki, onun övladları sevinsin. Да, и даже в Ветхом Завете есть стих такой, Əhd Ətiqdə belə bənd var. что служите мне с радостью. Бог говорит. Kədərli xidmətçi. Служите мне с Ha, радостью. bağışlayın. Yəni mənə xidmətdə sevinclə edin. Да. Если не будете с радостью, Əgər sevinclə xidmət etməsəz, тогда со скорбью будете служить своим врагам. onda kədərlə öz düşmənlərinizə xidmət edəcəksiniz. Радость, радость, радость. Sevinç, sevinç. Павел говорит, радуйтесь, и еще раз говорю, радуйтесь. Pavel deyir, sevinin, bir də sevinin. Хорошо. И третья часть. Və üçüncü hissə, Третья – это старший сын. böyük oğul. На самом деле, раньше я однажды проповедовал эту проповедь. Əslində mən bunu bir dəfə vəz etmişdim bu haqda, Давным-давно. çoxdan. Но моя проповедь была только лишь о старшем сыне. O vaxtında vəzim ancaq böyük oğul Сегодня я haqqında. говорил и о младшем сыне, и отдельно об отце. Bugün mən həm ata və kiçik oğul haqqında da Но danışdım. старший сын, он вообще уникальный. Amma bu böyük oğul xüsusi Здесь тоже nadirdir. парадокс. Странно очень много. Burada qəribəliklər çoxdur. Старший сын, как будто казалось бы, что он должен быть самым близким к отцу. Böyük Он oğul всегда рядом с отцом. Böyük oğul ata ilə bir yerdə idi. Sanki o ataya daha yaxın olmalı idi. Но вот он приходит домой, Evə qayıdır и он видит, что дома идет пир, və праздник. görür ki, evdə qonaqlıqdır И он говорит своему отцу, və deyir, не отцу, он говорит слугам, что происходит. nökərlər deyir, nə baş verir? И ему говорят, что твой сын, твой брат, он вернулся. Ona deyirlər ki, qardaşın qayıdıb. И вот он не заходит на этот праздник. O bayrama gəlmir, içəri girmir. Отец выходит, и между отцом и старшим сыном диалог. Ata bayra çıxır və böyük oğulla ata arasında söhbət gedir. И вот то, что говорит старший сын своему отцу, Və böyük oğul ataya dediyi sözlər, мы из этого можем увидеть, каково же было сердце старшего сына. bax Да? bu sözlərdən biz bu böyük oğulun ürəyini görürük. Что говорит старший сын? Nə deyir? Он говорит отцу, я столько лет служу тебе. Deyir, neçə illərdir sənə xidmət eləyirəm. Видите, вы улавливаете? Я столько лет служу тебе. Tutdunuz bu sözü deyir, neçə illərdir. Это отношение не сына. Bu oğul münasibəti deyil. Это отношение слуги Bu nökər к münasibətidir. господину. Nökərin ağaya olan münasibətidir. Я столько лет служу тебе. Mən neçə ildir sənə xidmət eləyirəm. А кто считает? Kimdir sayan illəri? Я помню, пастор Шалер однажды делился. Bir dəfə yadımdadır pastor Şəller bu barədə bölüşüb. Стук в дверь, он стучится в дверь. Qapı deməli qapı döyməsi Помните эту xidməti. историю? Bu əhvalat kimin yadındadır? И выходит мужчина, и он дает трактат. Və bir kişi çıxır, o ona traktat verir И этот мужчина, он такой разгневанный говорит, və bu kişi qəzəblə deyir ki, ты знаешь, сколько лет я служил пастором? o deyir, bilirsən neçə illər mən pastor xidmət eləmişəm? И пастор Шалер говорит, а кто считает?
Pastor Şaller deyir ki, kimdir sayan? И вот этот сын говорит, я столько лет служу тебе. Bax bu oğul da deyir ki, mən neçə illərdir sənə xidmət eləyirəm. Хотя, казалось бы, внешне все он делал правильно. Он был рядом с отцом все это время. Belə görsənirdi ki, atağın yanındaydı, hər şeyi düzgün eləyirdi. Он выполнял поручения своего отца. Atağın buyruqlarını yerinə yetirirdi. Но вот ситуация выявила, на самом деле, что у него было в сердце. Amma buradakı bu vəziyyət onun ürəyini üzə çıxardı. Другая фраза, что он говорит. Başqa bir söz, onun dediyi. Я никогда не приступал приказания твоего. Deyir ki, mən heç vaxtı hansı bənddə? Я никогда не приступал приказания твоего. Это 29 стих. 29-cu bəndə deyir ki, heç zaman sənin əmrindən çıxmamışam. Как вы думаете, он приступал к приказанию своего отца? Siz necə fikirləşirsiniz? O əmrindən çıxıb atasının. Насколько он был прав, что я никогда не приступал к O nə приказанию? qədər düzgün danışırdı ki, mən heç vaxt əmrindən çıxmamışam. Отец же мог сказать, дорогой, подожди. Ata deyə А вот bilərdi, что было вчера? deyə bilər ki, bir də dayan А oğul. вот позавчера что ты сделал? Dünən neynədin? Sırağa gün neynədin? Ну, отец этого не говорит. Ata demir buna. Он был очень высокого мнения о себе. Bu oğul özü haqqında çox yüksək fikrə sahib. И на самом деле тут есть намек, что я не такой, как мой младший брат. Əslində burada belə bir işarə atır ki, yəni mən öz kiçik qardaşım kimi deyiləm axı. Вот mладший брат, как он приступил твое приказание. Bax, kiçik qardaş sən əmrlərindən çıxdı. Я лучше, Mən yaxşıyam. я заслужил, Mən layiqəm. я всегда был рядом. Вот что он Mən хочет hər сказать. zaman sənin yanındaydım. Bax, bunu demək istəyir. И третье выражение. Və üçüncü bir fikir. Но ты не дал мне и козленка, чтобы мне повеселиться с друзьями моими. Amma mənə heç vaxt bir oğlağı belə qıymadın ki, dostlarımla şadlıq edim. И в этом также обнаруживается его сердце. Bax, burada da onun ürəyi üzə çıxır. Оказывается, все это время его счастье было прикреплено к друзьям, вне дома. Вот Demək, там с друзьями есть радость, есть веселье. demə gör, bunun ürəyi ailədən, evdən kənarda dostlarına birləşmişdi ki, onlarla demək evdə sevinmirdi, o dostlarıyla sevinirdi o. И вот эта формула. Bax bu formuladır. Сначала внешне все нормально, все спокойно. Yəni belə baxanda zahirən hər şey normaldır. Человек послушный, он примерный сын своего отца. İnsan belə fağırdır, atasının nümunəvi oğludur. Но приходит какая-то ситуация, Bir vəziyyət gəldi и эта формула нарушается. və bu formula pozuldu. На самом деле его отношение было такое: папа, я делал для тебя вот это, и я заслужил, чтобы ты мне сделал вот это. Əslində onun münasibəti bu idi ki, papa, mən sənin üçün bunu elədim və mən layiqəm də, sən də mənim üçün bunu eləyəsən. И как эта формула нарушается? Və bu necə pozulur? Это дустур. Bu düstur necə Если pozulur? человеку не дать что-то, Əgər insana nəyisə verməyəndə, да, и сразу выходит то, что было у него внутри. bax onun iç üzü üzə çıxır. Да, например, я не заслужил это. Mən məsələn buna layiq deyiləm. Я не заслужил этого. Mən bu şeyə layiq deyiləm. Газамма. Mən bunu qazanmadım. Да, например, я столько лет служу тебе. Neçə ildir sənə xidmət eləyirəm. Зачем я заболел раком? Mən niyə görə rakla xəstələndim? Я 20 лет хожу в церковь. 20 ildir mən kilsədəyəm. И церковь должна мне сделать вот это. Və kilsə mənə bunu eləməlidir. Знаете, это отношение старшего сына. Bu böyük oğlun münasibətidir. Когда человек думает, что он заслужил и ему должны. Və insan fikirləşir ki, o nəyisə qazanıb və ona borcludurlar. Да, и вот это недовольство. Və bu narazılıq. И в прошлую среду мы когда говорили об этом, о довольстве и недовольстве, Keçən 3-cü gün razılıq və narazılıq haqqında danışanda, я сказал, что недовольство это когда я думаю, что я заслужил, и я не получаю того. narazılıq odur ki, yəni mən fikirləşirəm ki, mən bunu qazanmışam, amma almıram. Да. Он говорит, mладший сын бросил тебя, а я был всегда рядом. O deyir ki, kiçik oğul səni atdı, mən isə həmişə yanındaydım. И поэтому этого теленка я заслужил. Ve Не он заслужил, а я заслужил теленка. İndi o buzovu mənim üçün kəsməlisən, onun üçün yox, mən layiqəm.
Итак, первое, вот когда эта формула нарушается, да? Bax, birinci bu düstur pozuldu. Когда Бог тебе не дает что-то, Allah sənə nəyisə vermədi да, это выходит, и твое сердце обнаруживается. və sənin ürəyin üzə çıxdı. И вторая вещь, İkinci şey, когда Бог дает не тебе, а твоему ближнему что-то. Allah sənə yox, sənin yaxınına verir nəsə. Какая твоя реакция будет? Və sənin indi reaksiyan necə olacaq? Когда по твоему мнению, что он не заслужил. Sənin fikrincə o layiq deyil. Да. Несколько вопросов, которые мы можем задать себе, самому себе. Bir neçə suallar var ki, biz özümüzə И это bu sualları просто verə пища для bilərik. размышления. Bu sadəcə düşünmək üçün bir И эти Yemeği. вопросы задают также и себе. mən özümə verirəm bu sualları. Как мы реагируем на людей, которые рядом с nami? Bizim yanımızda olan, yaxınımızda olan insanlara bizim reaksiyamız nədir? Да, и вот это ключ к пониманию, насколько я близок к Богу. Mən bax bu şey açardı ki, mən Allaha nə dərəcədə yaxınam. Как я могу любить невидимого Бога, если видимого брата или сестру я не могу любить? Əgər mən görünməyən Allahı necə sevə bilərəm? Gördüyüm bacımı və ya qardaşımı sevmirəmsə? Или, например, как часто мы говорим за спиной человека? Və biz nə qədər tez-tez adam olmayanda onun arxasınca danışırıq. Бывает такое? Belə olur da, У меня было. məndə olub. Или приятно ли вам слушать, когда это делают другие люди около вас? Və yaxud sizin xoşunuza gəlirmi? Sizin yanınızda başqa adamlar bunu eləyir. Да. Когда вы говорите о ком-то, Siz kimin haqqındasa danışanda, вы, скорее всего, подчеркиваете его негативные stороны или позитивные стороны этого человека. siz həmən adamın mənfi keyfiyyətlərini danışırsınız, yoxsa müsbət keyfiyyətlərini? Или когда у твоего ближнего или твоего брата у него успех, Və yaxud sənin yaxınının, sənin qardaşının uğuru var, müvəffəqiyyəti var. какая у тебя в сердце реакция, Sənin что у ürəyindəki него reaksiya успех, nədir? он успешный? Bu uğurludur, nə yaxşı. Или, может быть, вы думаете, ну, это я должен был быть на этом позиции. Və yaxud da siz fikirləşirsiniz, yox, həmən yerdə mən olmalıyam. Знаете, Иисус говорил, что это не просто про старшего сына. Bilirsiniz, bu sadəcə böyük qardaş haqqında deyil. Иисус предупреждал своих учеников, бойтесь более всего закваски фарисейской, помните? İsa öz şagirdlərinə deyir ki, ən çoxu fəriseylərin mayasından qorxun. Да, мы сегодня здесь. Bəli, biz bugün buradayıq. Мы были младшими сыновьями, в роли младших сыновей. Biz kiçik oğlun yerində olmuşuq Мы были в этом mире, и мы вернулись к Отцу. və biz bu dünyadaydıq və qayıtdıq atanın yanına. И это здорово. Bu əladır. Но есть опасность, что мы можем превратиться в старшего сына. Amma təhlükə var ki, biz böyük qardaşa И böyük Иисус oğula предупреждает çevrilir. это. Və Понимаете? İsa bundan xəbərdarlıq edir. Как вы думаете, что сделал, кто это старший сын здесь, в этой притче? Какой образ Иисус рисует? İsa Məsih burada hansı obrazı çəkir, yəni təsvir edir? Bu oğul kimdir, böyük qardaş kimdir? Фарисей. Fəriseydir. Почему? Потому что фарисеи слушали эту притчу. Çünki Они были там. fəriseylər oradaydı və onlar eşidirdilər bunu. Знаете, Иисус не заканчивает, Он не объясняет нам, как же закончилась история со старшим сыном. İsa burada bizə izah eləmədi axırı ki, bu böyük oğlun və sonu nə oldu? Все, притча просто заканчивается. Sadəcə bitdi məsələ. Видели такие фильмы? Просто прерывается и все. Siz belə И теперь filmlərə надо baxmısınız, думать, что же там дальше film произошло. qurtarır və sən fikirləşəsən gərək ki, nə baş verdi orada? Да, режиссер не объясняет, что там дальше произошло. Rejissor izah eləmir də nə baş verdi axırı. Как вы думаете, что сделал старший сын? Он вошел в этот пир или не вошел? Və siz necə fikirləşirsiniz? Bu böyük qardaş o getdi məclisə, yoxsa Мы не знаем, да? biz bilmirik, düzdür? Скорее всего, я предполагаю. Mən güman edirəm ki, Знаете, что он сделал? birisi o neynədi? Он ушел из дома, O evdən getdi, собрал армию ordu yığdı и pошел на дом своего отца. və atasının üstünə hücum elədi. Знаете почему? Bilirsiniz nəyə görə? Потому что эти фарисеи распяли Иисуса Христа, который рассказывал эту притчу. Çünki həmən bu fəriseylər bu misalı çəkən İsanı çarmıxa çəkdilər. Он так и не вошел в этот пир. Onlar bu məclisə girmədilər. O bu məclisə girmədi. Хорошо, я заканчиваю. Bitirirəm. Еще раз говорю, что все мы можем стать как старшими сыновьями. Bir də deyirəm ki, biz hamımız bu böyük oğula oxşaya bilərik. Но ни в коем случае это не должно стать нашим образом жизни. Amma
heç vaxt bu bizim həyat tərzimizə çevrilməməlidir. Если такие мысли приходят к нам, Əgər belə fikirlər bizə gəlirsə, нам просто нужно покаяться. sadəcə bizə tövbə eləmək Нам просто, lazımdır. как младший сын, снова нужно вернуться к отцу. Biz kiçik oğul kimi yenə də atağın yanına qayıtmalıyıq. И заметьте, как отец обращается к старшему сыну. Və bura fikir verin ki, ata böyük oğula nə deyir? Он говорит: сын мой, ты всегда со мною. Deyir ki, ay oğul, sən həmişə mənimləsən. Все мое твое. Mənim hər şeyim sənindir. И о том надо было радоваться и веселиться, что брат твой был мертв, а теперь нашелся. Sevinmək lazım idi ki, sənin qardaşın ölmüşdü, indi tapılıb. И вот три вывода, которые я делаю, я этим заканчиваю. Və 3 dənə nəticə ki, bundan О чем çıxış эта edirəm. притча Bu məsəl nə haqqında idi? учит нас? Bizi nəyə öyrədir? Первое. Birinci, Эта притча предупреждает младших сыновей. bu məsəl kiçik oğulları xəbərdarlıq edir. Уходя из дома, будут последствия. Evdən gedəndə nəticələri olacaq. Да. Притча зовет младших сыновей обратно домой к папе. Məsəl kiçik oğulları yenidən atağın yanına qayıtmağa çağırır. Эта притча показывает необъяснимую любовь отца. Непривычную любовь отца. Bu məsəl atanın izah olunmaz məhəbbətini göstərir. Отец всегда ждет. Ata həmişə gözləyir. Да. И третье. Və üçüncü, Эта притча приглашает старших сыновей вернуться и поучаствовать в пире вместе с отцом и младшим сыном. bu məsəl göstərir ki, böyük oğulları ata dəvət eləyir, gəlib atala bir yerdə bayram eləməyə. Чтобы в семье было примирение. Ailədə sülh olsun, barışıq olsun. Хорошо, я завершаю, и сейчас помолимся мы. Və mən bununla bitirirəm və dua eləyəcəyik. Если вы никогда не принимали Иисуса Христа, Əgər siz heç zaman İsa Məsihi qəbul etməmisinizsə и если вы смотрите сейчас по Ютубу, və siz bəlkə YouTube-dan baxırsınız или потом будете смотреть, və yaxud sonra baxacaqsınız и вы увидели себя в этом младшем сыне, və siz özünüzü burada kiçik oğulu yerində gördünüz то я говорю, вам нужно вернуться к Отцу. və mən sizə deyirəm ki, sizə atanın yanına qayıtmaq lazımdır. И то, что вас разделяло с Отцом, это грехи. Sizi atana ayıran şeylər günahlarınız idi. Но Иисус Христос пришел в этот мир, чтобы забрать ваши грехи. İsa Məsih bu dünyaya gəldi ki, sizin günahlarınızı götürsün И Он для этого пошел на крест. və buna görə o çarmıxa getdi. И если вы хотите войти в этот пир, Əgər siz bu qonaqlığa girmək istəyirsinizsə, примите Иисуса Христа в свое сердце. İsa Məsihi öz ürəyinizə qəbul edin. Он заплатил цену за вас. O sizə görə ödəyib, Он пролил кровь за вас. o sizə görə qan töküb, И qan axıdıb. скажите такие слова в своем сердце. Öz ürəyinizdə bu sözləri deyin. Господь Иисус, Rəbb İsa, я принимаю Твою жертву. mən sənin qurbanını qəbul edirəm. Войди в мое сердце Gəl mənim ürəyimə. и стань моим Господом и Спасителем. Mənim Rəbbim və xilaskarım ol. Впиши мое имя в свою книгу жизни. Mənim adımı öz həyat kitabına yaz. Аминь.